Hörmətli həmvətənlər, bacılar və qardaşlar. Oktyabr ayının 4-də axşam televiziya vasitəsilə Azərbaycanın vətəndaşlarına, xalqa müraciət etdim. Mən xalqa, vətəndaşlara bildirdim ki, Azərbaycan böyük təhlükə altındadır. Azərbaycanda dövlət çevrilişi həyata keçirilir. Azərbaycanın dövlətçiliyini, müstəqilliyini və Azərbaycan prezidentini qorumaq lazımdır. Və kim Azərbaycanın dövlətçiliyini, Azərbaycan prezidentini qorumaq istəyirsə, mən onlardan rica etdim ki, onlar prezident sarayının önünə toplaşsınlar. Aziz həmvətənlər, əziz bakımlar, mənim çağrışımla bu gecə vaxtı buraya prezident sarayının qarşısına Azərbaycanın dövlətçiliyinin qorunması naminə toplaşdığınıza görə sizə səmimi qəlbdən təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən belə bir mənzərəni təsəvvür edə bilməzdim. Çünki gecə insanlar nəqliyatsız, başqa vasitələrsiz, bəziləri ayaqyalın, qadınlar qucaqlarında körpə uşaqlar, yaşlı insanlar, qoca kişilər, qadınlar, gənclər hamısı ora toplaşmışdır. Hamısı həyəcan içərisindəydir və hamısı o cinayət edənlərə nifrət edirlər və Azərbaycanın dövlətçiliyini, Azərbaycan prezidentini canları ilə qorumağa hazırdırlar.